özünə geniş ölçüdə mənzil axtaranlar üçün. Yəni qanuni 2 otaq 101 kvadrat metrdən ibarət. Çox geniş, yəni mükəmməl bir mənzil təklif edirəm sizlər üçün, dəyərli izləyicilər. Kubçalı mənzildir. Xırdalan şəhərinin tam olaraq mərkəzində ideal bir binada yerləşir. Yəni bu bina Xırdalanın ən mükəmməl binalarından biri hesab olunur. Keyfiyyət və baxımlılıq cəhətdən 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir mənzilimiz. 2 ədəd sürətli lift var, yeraltı avtodayanacağı var. Mənzilin 2 eyvanı var. Bu eyvanımıza həm qonaq otağından, həm də mətbəxdən çıxmaq mümkündür. Görürsüz, otaq necə genişlikdədir. Tam olaraq əşyalı satılır. Mənzildə gördüyümüz bütün əşyalar hər biri qalacaq. 101 kvadrat metrdən ibarətdir. Bir daha qeyd edirəm sizlər üçün. Xırdalan şəhərinin ən gözəl ərazisi tam olaraq mərkəzdə yerləşir. İndi isə keçirik mənzilin digər hissələrinə baxaq. Mənzilimizin əsas giriş qapısı. Girişdən daxil olduq belə bir gözəl genişlikdə foyer. Baxın nə gözəl genişlikdədir. Çox əla bir proyekti var mənzilimizin. İdeal bir proyektdədir. Qanuni 2 otaqdan ibarətdir. Sanuzel qovşağımızdır. Görürsünüz bu şəkildə. Tam təmirlidir. Yəni bugünkü gün yaşayış var mənzildə. Mənzil sahibi yaşayır. Və bütün əşyalar da qalacaq mənzildə. Mətbəxin genişliyini gördünüz. Mətbəxdən eyvana çıxış var. Dəyərli izləyicilər. Kubçalı mənzildə qeyd etdiyim kimi əla bir proyektdə qanuni 2 otaq, tam geniş, mərkəzdə 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir mənzilimiz. Binanın 2 ədəd sürətli lifti, bütün kommunallar fasiləsiz olaraq verilir. Generatoruna qədər, ehtiyat su anbarına qədər çox mükəmməl bir binadır, dəyərli izləyicilərim. Və yerləşmə yeri də çox gözəldir, tam mərkəz. Digər eyvanımız bu hissədə yerləşir. Əlavə veşlər olduğu üçün keçmirik. 101 kvadrat metrdən ibarət qanuni 2 otaq. İstəyə görə 3 otağa da çevirə bilərsiniz. Yəni mənzil sahibinin ehtiyacı olmadığı üçün tam olaraq qanuni 2 otaq 101 kvadrat metrdən ibarət mənzili bu şəkildə də saxlayıb. Yəni proyektdə heç bir dəyişiklik etmədən saxlanılıb. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Telefon nömrələrimiz var. Kubçalıdır, bir daha qeyd edirəm. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.